Professor Arthur Ellison Britaniyanın London Universitetinin Elektrotexnika Fakültəsinin müəllimi olub. Alim Britaniya Psixologiya və Mənəvi Araşdırmalar Cəmiyyətinin prezidenti vəzifəsində də çalışıb. Bir gün professor insanın sağ ikən və öldükdən sonra çəkisinin eyni olub olmadığı barəsində araşdırma aparmaq qərarına gəlir. Eksperiment aparmaq üçün gönüllülər dəstəsi yığmaq haqda elan etsə də, heç kəs onun elanına cavab vermir. Bu vaxt tələbələrindən olan müsəlman doktor ona bu eksperimenti diri insanlar üzərində aparmağı təklif edir. Belə ki, tələbə bir insanın çəkisini əvvəlcə oyaq vaxtı, sonra isə yatdığı zaman ölçmək fikrini professora bildirir. Lakin bu təklif alimə qəribə gəldiyindən razılaşmır. Tələbə israrla ona Quranda yuxunun ölümə bənzədildiyini və buna görə də bu eksperimentin ölülər üzərində aparılacaq eksperiment ilə eyni olacağını söyləyir. Sonra isə tələbə professora bu ayəni oxuyur. Allah əcəli çatanların canını ölüm anında, əcəli çatmayanların canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır. Digərini isə müəyyən olunmuş vaxtadək qaytarır. Həqiqətən bunda ağıl sahibləri üçün dəlillər vardır. Arthur Ellison buna inanmasa da, Quranda gələn bu ayənin doğruluğunu yoxlamaq qərarına gəlir. O, alınan nəticə qarşısında heyrətlənir. Çünki nəticə yuxu ilə ölümün oxşar hallar olduğunu göstərir. Həm yuxu, həm də ölüm zamanı ruh bədəndən çıxır. Yuxudan oyandıqda ruh bədənə qaytarılır. Amma ölüm zamanı isə belə deyil. Gəlin İslamı qəbul etmiş Arthur Ellisonun İslam barəsində təəssüratlarını öz dilindən dinləyək. Mən Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Məhəmmədin onun elçisi olduğuna şahidlik edirəm. Əssəlamu aleykum. İslam ilə elmin əlaqəsini necə aşkar etdiniz? Mən bunları öyrəndikdən sonra heyrətə gəldim. Bildiyiniz kimi, Qərb ölkələrində İslam barəsində çox az bilirik. Heç kəs orada Quran və hədisləri oxumur. Mən elə güman edirəm ki, Qərb ölkələrində bəzi dinlərin etdiyi kimi İslam aləmi öz nurunu ətrafa lazımi şəkildə yaymayıb. Uzun zaman sonra Quran və hədislərin içərisində elmi işarələrin olduğunu öyrəndiyim zaman həqiqətən təəccübləndim. Hətta doktor Yahyanın oxuduğu ayədə psixologiya elminə aid işarələrin olduğunu gördükdə daha çox təsirləndim. الله يتوفى